Salam müəllimlər, mən indi sizdən 6-cı sinifin 13-cü mövzusu olan metal fəstahların yiyələnməsi və ştəngir-pərgər haqqında danışacağam. Ümumiyyətlə, gəlin baxaq görək yiyələnmə nədir? Yiyələnmə, sertiyojda dəqiq göstərilmiş ölçüləri əldə etmək üçün fəstahlardan emal payının böyük olmayan bir qatın, metal qatın yəni, yiyənin köməyi ilə götürülmə prosesidir. Yəni, belə qısa şəkildə deyim sizə, yiyələnmə vasitəsilə bir metal parçası üzərində hər hansı bir, belə deyim də, az bir hissə, yəni böyük olmayan bir hissə, həmin o qat olur ki, həmin o metal qatı aradan götürmək üçün istifadə edilən bir prosesdir. Yiyələr adətən alət düzəltməyə yararlı poladdan, yəni alət poladından hazırlanır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir, hansı ki, en kəsiklərinin növüdür. Kərtiklərin növüdür. Kərtiklərin uzunluğunda olan hər 10 mm-də olan dişin sayıdır və işlək hissələrinin uzunluğuna görə fərqlənirlər. En kəsiyinin formasına görə yiyələr, hansı ki burada təsvir olunubdur, yastı, yarım dairəvi, kvadrat, üç üzrü, romb şəkilli və bıçaq şəkilli olurlar. Və mütləq onları öyrənən zaman başlıq hissələrinə diqqət yetirin. Bu hissələrə diqqət yetirsəz, rahat şəkildə yadda saxlaya bilərsiniz. Kərtiklərinin növünə görə yiyələr 1 qat, 2 qat və törpü kərtikli ola bilirlər. Hər kərtik, yəni yiyənin dişi pas şəklindədir. Yəni, məsələn, mişarın dişləridir, qələmin kəsik kənarı pas şəklində olur. Yiyələr nömrələrinə görə fərqlənirlər. 0, 1, 2, 3, 4, 5 olmaqla 6 cür yiyə növü mövcuddur. İndi bunların açıqlamasına baxaq. 0 və 1 nömrəli yiyələr dəlici yiyələrdir. Bu yiyələr iri kərtikə malikdir. Hər 10 mm uzunluğa 5-12 diş düşür. Hər gedişdə götürülən qatın qalınlığı 0,2-0,5 millimetrdir. Baxın, diqqət edin. Bir qat var. Bir qatdır. 2 qatlı. Belə gedir, paxlava kimi 2 qatlıdır. Bu isə törpülü yiyələrdir. Bu damcılara, göz yaşı damcısına oxşayan isə, deməli, bu da adlanır törpülü, deməli, yiyələr. 2 və 3 nömrəli yiyələr orta kərtiklərə malik xüsusi yiyələrdir. Belə yiyələrdə hər 10 mm uzunluğa 13-26 diş düşür. Əsas qatı dəlici yiyə vasitəsilə götürülür. Daha sonra, deməli, xüsusi yiyələrdən istifadə edirlər. Xüsusi yiyələrdə bir gedişdə metalın götürülən qatın qalınlığı 0,1-0,3 millidir. 4-5 nömrəli yiyələr məxməri yiyələr adlanır. 10 mm uzunluğa 42-80 diş düşür. Təmizlənmədə və cilalanmada istifadə edilir. Hər gedişdə 0,5, 0,1 milli qalınlıqda qat götürülür. Yiyələr 100 mm-dən 400 mm-ə qədər uzunluqda ola bilirlər. Yiyələyən zaman əl pəstahda təxminən 150, belə yiyəni emal edilən pəstahdan 150 mm uzun götürmək lazımdır. Və deməli, xırda incə işlər üçün natvillərdən istifadə edilir. Natvillərin uzunluğu 80-160 mm, qalınlığı 1 və ya diametri 2-3 mm olur. Kiçik ölçülü yiyələr adlanır və hər 10 mm uzunluğa 20-112 diş düşür. Mütləq şəkildə, deməli, yiyəni tutan zaman yiyənin dəstəyini girdə hissəsi sağ əlin ovcunun içinə dirənməlidir. Sol əli ilə isə yiyəni kənarından 20-30 mm geri qoymaqla yiyənin burnuna qoyurlar. Pəstahın yiyələnmə üsulları vardır ki, eninə, uzunluğa, çarpaz, dairəvi. Baxın, yiyələnmə üsullarıdır. Paralel müstəviləri yiyələyən zaman əvvəlcə əsas götürülən bir müstəvini tam emal edirlər, sonra digər müstəvinin ölçülərini nişanlayır və onu yiyələyirlər. Vaxtaşırı yiyənin hərəkət istiqamətini dəyişmək lazımdır. Böyük emal payı çıxartmaqdan ötürü enlə yiyələmədən istifadə edilir. Yəni bundan böyük. Daha sonra düz xətliliyi təmin etməkdən ötürü uzunluğa yiyələrdir. Düz xətliliyi təmin etməkdən ötürü uzunluğa yiyələmədən istifadə edilir. Bəs daha soldan sağa çəpinə xətlə, daha sonra eninə, sonra sağdan sola çəpinə xətlə yiyələmək olar ki, bu da
xətli yiyələmə adlanır, çarpaz yiyələmə adlanır. Dairəvi yiyələmədə isə səthin son işlənməsini yerinə yetirirlər, hansı ki, ehmal paylarını çıxartmaq üçün tətbiq edilir. Pəstağların yiyələnməsi zamanı nazik təbəqə metal və məftildən olan detalların təmizlənməsində olduğu kimi mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Nazik təbəqə metal və məftildən olan detalların hazırlanmasında nəzarət ölçü alətindən istifadə edilir ki, hansı ki, bunlar xəttkeşdir, çilingər bucaqlığıdır. Detalları daha böyük dəqiqlikdə ölçmək üçün isə mütləq şəkildə ştanger pərgərdən istifadə edilir. Onlar detalların xarici və daxili ölçülərini, deşiklərin, oyuqların, qanovçuqların dərinliyini ölçmək üçün istifadə edilir. Ştanger pərgərlər müxtəlif növdə olur, ölçmənin sərhədini və dəqiqliyini bir-birindən fərqləndirir. Sənaye müəssisələrində ştanger pərgər ən əsas ölçü alətlərindən biri hesab edilir. Müxtəlif fəhlələr üzrə, peşələr üzrə fəhlələr istifadə edirlər. Həmçinin dəzgah və çilingər işləri üzrə nəzarətçilər istifadə edirlər. Və deməli, təhlükəsizlik qaydalarımız var ki, mütləq işə başlamamışdan öncə ştanger pərgərin üzərində tozu və yaxud da ki, sürtü yağını təmizləmək lazımdır. Aləti cilalayıcı, sumbata kağızı və bıçaqla təmizləmək olmaz. Qızdırıcı cihazların üzərinə qoymaq olmaz. Cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək üçün istifadə edilməlidir. Ştanger pərgərin dodaqları iti uclara malikdir. Odur ki, ölçmə zamanı diqqətli olmaq lazımdır. Ştanger pərgərin dodaqlarının əyilməsinə yol vermək olmaz. Onların vəziyyətini sıxıcı və vidlə tənzimləmək lazımdır. Ölçmə şkalasındakı göstəriciləri oxuyarkən ştanger pərgəri düz gözlərin önündə tutmaq lazımdır. Bu mövzumuz bu qədər. Diqqətlə qulaq asın. Biraz xırdalıqlar olan mövzumuzdur. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, şərh bildirməyi unutmayın.